Hamıya salamlar. Bayaq bir Türk videosu idi deyəsən. Bir qız öz ilan bəzək əşyasını nümayiş etdirirdi. Mənim də elə bir ilanım var. O yenilikcə elə bil Temudan alıbdı. Amma mən bunu 5-6 il əvvəl Bakıda aldım. Yəni 10, 12, 15 manata belə ya da 16. Yadımda deyil. Yəni 10-20 manat arası idi. Mən belə qəribə şeylər çox xoşuma gəlir. İstəyən cürə fırlada bilirsən. Bax bu tərəf başı ilandır. Bu da onun quyruğu. Və bu ildə ilan ilidir. Bilmirəm nədəndir. İlan bəzək əşyaları həmişə xoşuma gəlib. Nəsə məni cəlb eləyibdi. Əlbəttə bir var patkolodniya, o qara ilanlar. Bir də var ki, ağıllı müdrik rəmzi olan ilanlar. İndi mən də bax belə mənim öz ilan bəzək əşyamdan 1-2 dənəsini göstərəcəm. Məsələn, biri qız belə eləmişdi. Xoşum gəldi o da. Deməli belə qatlayıb qoyur. Buradan da bax bu cür gətirir. Gözəl. Yəni bu belə olduğu kimi qalır. Belə də edə bilərik. Yaxud bir yerdə. Yaxud ilan biraz başını qaldırsın. Belə qorusun. Kim məni incitmək istəsə, o oradan vuracaq. Yaxud ikisini də keçirib belə də qoymalılar. Burada da başını qaldırdıra bilərsiniz ilanın. Bu da quyruğu. Bir də götürürsünüz ilanı. Təsəvvür edin ki, buradan belə ilanı boynunuza, buradan da fırladıb gətirirsiniz belə bir tərəfdən. Ümumiyyətlə belə maraqlı şeylərdən həmişə xoşum gəlibdi. Bazarda bir qadın olardı, gənc qadın. İllər öncə məktəbdən çıxanda həmişə onun yanına gedərdim ki, maraqlı bir şeylər varmı? O da deyirdi ki, müəllimə, sizdən başqa elə şeylərin qiymətini, yəni dəyərini anlayan, maraqlı gələn başqa adam yoxdur. Deyirəm, əlbəttə, hər bir şeyin öz xiridarı olar. Sonra belə də edə bilərik. Bax, belə də. Yaxud bütöv belə yumrulamaq da olar. Gördüyünüz kimi balaca bir şeydir. Çox bahalı da deyil. Amma nə qədər maraqlı bir şeylər eləmək olar. Deməli, bu ilandan yalnız belə deyək, boyunbağı kimi yox, boyunda yox, qolda da, yəni qolbaq kimi də istifadə edə bilərsiniz. Yəni, bax, bu cür maraqlı bir şeylərlə, xırda şeylərdir, amma həyatı o qədər maraqlı eləyir. Mən qolbaq kimi taxmışdım. Məsələn, çox maraqlı gəlmişdi bir çox insanlara. Yəni, həyatımıza rəng qatmaq bizim özümüzdən asılıdır. Hər bir şey olmasa da müəyyən bir şeylər. Bax, belə qolunuza da taxa bilərsiniz. Müxtəlif cür vurmaqla. Yəni ki, fantaziya. Belə şeylər insanın fantaziyasını inkişaf etdirir. Yəni, yuxarıya da taxmaq olar qolun, yuxarısına da taxmaq olar.